Aprelin 5-i saat 10:00 olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən aprelin 5-i saat 10:00 olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi rayonlarda qərb küləyi əsib. Küləyin sürəti arabir Gəncədə 18 metr/saniyə, Sabirabadda 16 metr/saniyə, Şəki və Zaqatalada 15 metr/saniyə, Mingəçevirdə 14 metr/saniyəyə çatıb. Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qırız və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən Naxçıvan Muxtar Respublikasında 25, dağlıq rayonlarında isə 15 dərəcəyədək isti qeydə alınıb.